Kəlbəcərdə təzə tikintilər deyə. Ha, Oranı göstər, ora mən işlədiyim xaraba qalan yer polisin idarəsidir. Aparıb şəhərin girəcəyində tikiblər. təəssüratlarınız necədir Zakir müəllim? 40 il bundan öncə 40 il bundan öncə bura gəldiyim yer. Buralarda təxminən mən yaşadığım yer ilə buralardaydı. Evlərin yerindəydi. neçə ildən sonra Kəlbəcərə qayıtmısınız? 35 il. 35 ildən sonra gəlmişəm arada, amma işə başladığım Kəlbəcərə birinci dəfə gəldiyimdən düz 50 il keçir. Ha, böyük bir zamandır. Bura Məmməd Uşağıdır. Təxminən bax o zadın yerində, bax o kutraların yerində, o zontiklərin yerində Cəlil müəllimin evi idi. Deməli o zaman Kəlbəcər Zakir müəllim, o evlər hamısı Kəlbəcər addan sayılır da. Kəlbəcər idi, buradan aşağı gedirdim, bazar idi, orada Ünverbax var idi, orada nə bilim 4 yol deyirdilər. Buradan bir dənə otel köçmüş mehmanxana var idi. Mehmanxana ilə o ağ binanın yerində də bir pavilyon var idi. Bu araya bazar başı deyirdilər. Elə hamı çıxırdı orada gəzintiyə. Bu evləri tikəcəklər. Amma gözəl evlər, de. gözəl evlər də həqiqətən. Həyat Kəlbəcərdə baş. Allah bu günü bizə qismət elədi, gəldi Kəlbəcəri gördük. Ha, Allah şəhidlərimizə rəhmət eləsin. Ordumuza eşq olsun. Gözəl. Növbəti dayanacağımız hara olacaq? Növbəti dayanacaq gedirik aşağı üstü suya. İmkan olsa yukarı üstü suya da, burada elə bir şey yok. Gedək. Aşağı üstü suya gedirik, oradan su götürək. İnşallah. Uzaqdan da Ömər aşırımı görünür. Gedək. Oldu. Kəlbəcərin o dövründən qalan ermənilərin dağıtdığı evlər. Bir tərəfdə bu hal-hazırda batır işləri gedir. Bir tərəfdə də bu gözəl Kəlbəcərli sakinlər üçün bina var. Şən olsun inşallah.